Daş nəhənglərin daş qəlbi sirlər xəzinəsidir. Onlar çox keşməkeşlərin şahidi olublar. Çox qanlı qadalı əsirlər yola salıblar. İnsanlarsa onların qəlbinə yol axtarırlar. Hər şeyi bilmək üçün, öyrənmək üçün. Açılmamış daş səhifələri bir-bir çevirdikcə, Naxçıvanın, Odlar yurdunun bir parçasının uzaq keçmişi aşkara çıxır. Bu zərif qablar, bu kuzələr mədəniyyətimizin qədim abidələridir. Babalarımızın sənətkarlıq qüdrətinin yadigarıdır. Onlar eramızdan 1500-1700 il əvvəl yaradılmışdır. Yeni səhifə. Neçə min illər yola salmış qədim Naxçıvan qalası. Bir vaxt var idi ki, yaxın və orta şərqin ticarət yolları burada, Azərbaycanın bu mədəniyyət və ticarət mərkəzində kəsişirdi. Dünyanın ən gözəl zərzibası, ipək parçaları burada satılırdı. Ən gözəl sənət əsərləri burada yaradılırdı. Hökmüdar taxtının ayağı. Bu da Azərbaycan mədəniyyətinin bir parçasıdır. Şah taxtının ayaqlarının biri Leningradda, Ermitajda saxlanılır. Eramızın 6-cı əsrində üzərinə nax sözlər yazılmış pullar da burada, Azərbaycan şəhərində kəsilərdi. Bəlkə də belə bir qrup çağı yadelli yağılar Naxçıvana hücum çəkmiş, elin varını talamış, şəhəri xarabazarlığa çevrilmişdir. Həmişəlik məhv etmişdir. Həmişəlikmi? Yox, Naxçıvan yaşayır. Sovet Azərbaycanının müasir sənaye və mədəniyyət ocağı kimi, Naxçıvan Muxtar Respublikasının mərkəzi kimi.
Naxçıvanda maarifin, mədəniyyətin indiki yüksək səviyyəsi onun qədim mədəniyyətinin şöhrətinə layiqdir. Bəlkə də elə buna görə Naxçıvan öz sənətkarları ilə fəxr etməyə haqlıdır. Böyük fırça ustası Bəhruz Kəngərli, Şərq müdrikliyinin timsalı Molla Nəsrəddin, Cəlil Məmmədquluzadə, ustad sənətkarlar Hüseyn Cavid, Məmməd Səid Ordubadi, akademik Yusuf Məmmədəliyev və başqa mədəniyyət və elm xadimləri Naxçıvan torpağının yetirmələridir. Deyirlər, Naxçıvanın duz dağlarına zəngin sərvət kimi, gözəl neymət kimi bir vaxtlar Makedoniyalı İskəndər belə baş əymişdir. Şəhər böyüdükcə, şəhər genişləndikcə, onun suya tələbatı da artır. Naxçıvan inşaatçıları bu tələbatı ödəmək üçün yeni su anbarı tikirlər. Bu tikintinin üzərində isə 12-ci əsrin möhrü vardır. Möminə xatın türbəsi, Naxçıvan hökmündarı Atabəy Eldəgizin ağıllı qadınının xatirəsini əbədiləşdirən bu gözəl abidə 12-ci əsr Azərbaycan mədəniyyətinin məşhur memar Əbu Bəkir Əcəminin memarlıq məktəbinin yadigarıdır. Tez-tez baş verən müharibələr, yadelli yağıların hücumları, Eldəgizləri, cəsur Azəri yiğitlərini bu qalaya çəkilməyə məcbur edirdi. Babalarımızın əli ilə yaranmış yenilməz Əlincə qalasına. İndi bu yerlər başdan başa xarabazarlıqdır. Bura yalnız qartalların məskənidir. Lakin bir zamanlar burada həyat qaynardı. Burada möhtəşəm saraylar, kaşanələr ucalardı. Deyirlər, Monqollar 14 il bu qalanı mühasirədə saxlamış, şəhərə girə bilməmişlər.